Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Bugün həftəlik açılımla qarşınızdayım. Yəni, gəlin baxaq görək. 24 və 31 mart tarixlərində bizi nə gözləyir? Nə yenilik olacaq? Yenilik olacaqmı, yoxsa monoton keçəcək həftəmiz? Buna baxaq. Videom sırf izləyicilərimə aiddir, kənar şəxslər izləməsin, çünki sizə heç bir halda mən enerji ötürmürəm. Bir də videomun altından başqa rəqəmləri yazmayın, çox xahiş edirəm. 373 enerjisi ilə uyumlanırsınızsa videomu izləməyə davam edin. Kartlarımızı qarışdırırıq və baxaq görək. Həftəmiz necə keçəcək, necə olacaq? Bu arada komentaryalarda mövzu yazın qızlar. Çünki mövzu tapa bilmirəm artıq. 3 variant olacaq hər zaman olduğu kimi. Baxaq görək. Birinci, ikinci və üçüncü variant. Hansı dəstəklə daha çox uyumlanırsınızsa, onu da seçin ki, uyğunluq tapa biləsiniz. Kimin üçün vaxt azdırsa videonu saxlaya da bilərsiniz. Sizin üçün necə rahatdırsa elə də eləyin. Məncə seçmişsiniz. Gəlin baxaq birinci variantı seçənlərlə görək. Həftəmiz necə olacaq, nə görünür, nə gözlənilir. Baxaq. Baxın, xanımlar və bəylər, xüsusilə xanımlar, izləyənlərin çox hissəsi xanımlar olduğu üçün. Sevdiyiniz bir insan var, Qoç, Şir, Oxatan bürcündən ola bilər bu insan. Bu insanın yalanını və xəyanətini tuta bilərsiniz. Yəni, nə varsa onu deyəcəm. Sizi aldatmaq kimi bir niyyətim yoxdur. Həmin o insanın siz yalanını, xəyanətini tuta bilərsiniz, görə bilərsiniz. Başqa bir insanla münasibətini öyrənə bilərsiniz. Bir də ki, bu insan sizdən az məbləğdə də olsa borc istəyəcək elə bir. Yəni, qaytaracağım məqsədi ilə, amma fırıldaqla gələcək də sizə. Elə bir ki, beynində bir hiləgərlik yatır. Bəlkə də nəyisə almaq üçün, nəyisə həyata keçirmək üçün sizdən borc ala bilər bu insan. Əgər belə bir insan yoxdursa həyatınızda, sevdiyiniz insanla hər şey yaxşıdırsa, çox ehtiyatlı olun. Əgər yəni hər şey okeydir, yəni bilirsiniz ki, bu insanın sizə xəyanəti yoxdur, kiçik də olsa bir yalanını tuta bilərsiniz bu adamın. İşlə bağlı bir təklif mi deyim, bir xəbər mi gözləyənlər mi deyim? Çox belə deyim, xəbər gələcək, amma maddi cəhətdən, yəni sizi qane eləməyən bir iş olacaq. Yəni maaşı çox aşağı ola bilər. Bəziləriniz qane olacaqsınız bundan, gedəcəksiniz. Amma müəyyən zaman sonra sanki peşmançılıq hissi yaşaya bilərsiniz. Əgər maddi cəhətdən aşağı səviyyəli bir iş varsa, heç qəbul eləməməyinizi məsləhət görərdim. Çünki çıxacaqsınız elə bir peşmançılıq kimi bir şey görünür. Belə, birinci variantı seçənlər belə. Ümumilikdə nə görünürsə mən onu deyirəm. Əgər bunların həyata keçməsini istəmirsinizsə, çünki tarot enerji kartları da, yəni enerji ilə işləyir. Bu hadisələrin baş verəcəyini görürük, amma biz istəsək təbii ki, dəyişə bilər. Çünki düşüncələr necə dəyişildiyi halda kartlar da dəyişə bilər. İkinci variantı seçənlərə baxaq, görək sizi nə gözləyir. Əslində heç vaxtım yoxdur, amma sizi həftəlik açılımsız qoymaq istəmədim. Ona görə belə bir videonu qısa da olsa çəkirəm. İkinci variantı seçənlər, gəlin baxaq görək sizi nə gözləyir. Çox gözəl, çox gözəl. Super də yəni. Addım deyirsinizsə addım, iş təklifi deyirsinizsə iş təklifi, pul deyirsinizsə pul, kimsə sizə borc qaytara bilər. Və yaxud da ki, siz o qədər maddi cəhətdən yüksələcəksiniz ki, kiməsə borc da verə bilərsiniz. Amma super. Bu iki, bu da bunlarla, yəni bu da pis deyil. Üçü bir yerdə çox super və əla formada çıxdı. Addım deyirsinizsə, gözləmədiyiniz bir anda sürprizlərlə dolu ola bilər. Evlilik təklifi gözləyənlər evlilik təklifi olacaq. İnsandan addım gözləyirsinizsə addım olacaq. Yəni nə deyirsinizsə, qarşı tərəf egolu da ola bilər, fərqi yoxdur, amma keçə bilməyəcək də sizdən. Ya çox darıxacaq, ya nəmsizsiz qala bilməyəcək. Ya nə bilim, nəsə olacaq ki, bu insan sizə addım atacaq. İş təklifi gözləyənlər çox super formada bir iş təklifi gələcəksə, maddi cəhətdən də yüksək bir formada.
Yəni başqa bir insan da çıxa bilər qarşınıza ki, maddi cəhətdən yüksək ola bilər. Bunu da dəyərləndirməyiniz çox yaxşı olar. Kartlarınız superdir. Əlavə bir şey deməyə ehtiyac yoxdur. Hər şey əladır, superdir. Yəni hər şey yaxşıdır da. Başqa bir şey demək istəmirəm. Çox qəşəng. İkinci variant seçənlər sizi təbrik edirəm. Çox qəşəng çıxdı. Üçüncü variantı seçənlərə baxaq görək sizi nə gözləyir, nə olacaq. Zəhmət olmasa videonu bəyənin. Sizin üçün belə gözəl kartlar çıxartmışam. Birinci variant biraz sıxıntılı ola bilər, amma keçib gedən bir şeydir. Çünki bir həftəlik bir müddətə baxırıq. Üçüncü variantı seçənlər, baxaq görək sizi nə gözləyir. O, sizdə də qəşəngdir. Su ünsürü və hava ünsürüsüzsə, qarşı tərəfdə ola bilər, sevdiyiniz insan da ola bilər ki, bu insan sizə qaçaraqdan, uçaraqdan, nə bilim, çox sürətli bir formada sanki qapının ağzındadır, qapınızı döyəcək ki, mən gəlmişəm. Yəni özü duyğusal bir formada. Əslində kobud bir insandır, əslində çox belə narsist bir insandır, amma sizə duyğusal bir formada gələcək. Çünki niyə? Çünki sizi istəyir və sizin üçün çox darıxır. İş gözləyənlər üçün yenə deyirəm, gözləmədiyiniz bir anda sanki bu da qapınızın ağzındadır. Bu dəqiqə gələcək, qapınızı döyəcək ki, yəni gəl mənlə işlə. Sevdiyiniz insandan da dolayı, yəni sevdiyiniz insandan başqa həyatınıza başqa bir insan gələ bilər. Başqa bir insan çıxar, xüsusilə də əgər su ünsürü insan tanımaq istəyirsə sizi, qapınıza qədər gəlibsə və ya da sizə yazıbsa, nəsə belə bir özünü göstəribsə, tanımağa dəyər. Çünki doğrudan da sizə qarşı duyğuları var. Su ünsürüdürsə. Amma sizin normalda istədiyiniz insanı mən hava ünsürü kimi görürəm. Kobud, narsist bir insandır. Duyğusal olaraq sizə addım atacaq. Sadəcə olaraq bu insanın sizin üçün daha xeyirli olmasını görmürəm. Yəni həyatınızda olan insanın. Başqa bir insan çıxacaq ki, bu sizin üçün daha xeyirlidir və sizi daha xoşbəxt edəcək bir insandır. Yenə deyirəm, iş gözləyənlər üçün də yenə də sizə iş təklifi gələcək. Daha çox duyğusal yöndə, daha çox sevgi baxımından daha xoşbəxt bir formada görürəm sizi. Bu qısa bir həftəlik müddətdə. Yəni sizə sevgi təklifi gələ bilər. Deyə bilərlər ki, mən səni sevirəm, mənim sənə qarşı duyğularım var və bu duyğulardan siz şübhə eləməyin, doğrudan da bu insanın sizə qarşı duyğuları var. Sizi tanımaq istəyir, sizinlə danışmaq, görüşmək istəyir. Belə izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Çox xahiş edirəm. Yorumlarda yazın, hansı mövzuda çəkeyim. Artıq bilmirəm hansı mövzuda çəkeyim. Çünki həftəlik açımdan başqa da videolar çəkmək istəyirəm, amma mövzu tapa bilmirəm. Qısa bir videoda və əsas odur ki, bilməli olduğumuz şeyləri bildik. Bu qədər izlədiyiniz üçün, düzdür, mən videoda çox çaşıram, bunun fərqindəyim, amma çalışıram ki, hansı enerjidəyimsə, hansı formadayımsa, yəni 5-6 dəfə videonu çəkmirəm, bir dəfə qoyuram, nə oldusa odur. Çünki artıq siz məni tanıyırsınız, mən də sizi tanıyıram. Bu qədər, hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Əgər videonu sona qədər izləmişsinizsə, axırda dediyim sözü çox xahiş edirəm, mənim üçün yazın, sizi çox sevirəm. Demək istədiyim söz budur. Yaxşı ki, varsınız, öpürəm sizi.